2015-ci ilin mart ayında İspaniyadan Almaniya növbəti sərnişin təyyarəsi öz uçuşuna hazırlaşırdı. Təyyarədə 144 nəfər sərnişin, 6 nəfər isə ekipaj üzvü var idi, cəmi 150 nəfər. Lakin bunlar bilmirdilər ki, bu gün onların son uçuşu olacaq. Təyyarə havaya qalxdıqdan sonra təyyarənin kapitanı az müddətə pilot kabinəsini, yəni kokpiti tərk etməli olur. Geri qayıdan zaman isə pilot kabinəsinin qapısını aça bilmir. Çünki təyyarəni idarə edən ikinci pilot qapını arxadan bilərəkdən qəsdən bağlayır, kapitanı içəri buraxmır. Təyyarənin kapitanı nə qədər çalışsa da qapı açılmır. O cümlədən də ikinci pilot dispetçerlərə də cavab vermir və ikinci pilot təyyarəni getdikcə aşağı yendirərək Alp dağlarına çırpır və 150 nəfərin həlak olmasına səbəb olur. Bu hadisə aviasiyanın ən böyük, dəhşətli və qorxunc hadisələrindən biri hesab olunur. Sonradan aparılan araşdırmalar nəticəsində belə məlum olmuşdur ki, ikinci pilotun psixoloji problemləri olub. Sizcə, psixoloji problemin olması belə hadisənin baş verməsinə səbəb ola bilərdimi?